Laçında avtomobillərin və piyadaların rahat, təhlükəsiz və nizamlı hərəkətini təmin etmək üçün çatışmayan yerlərdə yol nişanları quraşdırılıb. Silinmiş nişanlama xətləri isə yenidən çəkilərək bərpa olunub. Burada maksimum sürət həddi 50-dir. O nişanlar, müəyyən sürətlər var və müəyyən bir çəp döngələr var ki, orada heç bir nişan yox idi. Yeni nişanla bərpa eləmişik. Şəhərdə bəzi yerlərdə piyada keçid nişanları yox idi, piyada keçid zolaqları yox idi. Hamısını yenidən bərpa eləmişik. Görünən işlər Laçına qayıdan sakinlərin, eləcə də şəhərə gələn qonaqların təhlükəsiz və rahat hərəkətinə şərait yaratmaqla yanaşı, şəhərin müasir və təhlükəsiz nəqliyyat sisteminin formalaşdırılmasına da töhfə verir. Naxçıvan sakini olaraq kilometrlərlə yol gəlib Qarabağımda yol nişanlarının bərpası ilə məşğulam və qürur duyuram. Baxırıq, qürur hissi keçiririk. Çox gözəl yollar çəkilib, müasir nişanlar qoyulubdur. Bunlar da qəza saylarını çox həddindən artıq azaldıbdır. Belə tədbirlərin gələcəkdə davam etdirilməsi də nəzərdə tutulub. Elnur Tofiq, Şəfiq Hüseynova, ASTV Xəbər.